Hacı sənindir, xoşbəxt olun, amma bunu göstərmə, təbliğ etmə. Məqsədimiz budur bizim. Yəni o digər ailənin uşaqlarına travmanı yaşatma. Bəlkə o uşaqlar bilmirlər. Hardasa atasının başqa bir övladının olmasını bilmək hansı hissdir bir uşaq üçün? Bir var öncədən bilirsən, normal qəbul eləyirsən. Bir də var illər keçir, xəbər tutursan ki, sən demə 10 il bundan öncə mənim atamın başqa bir izdivacı olub, nigahdan kənar və övladı var. Qardaşım var, bacım var, dayanıb duran yerdə qardaş-bacı sahibi olursan. Qardaş-bacı əslində elə bir məfhumdur ki, bizlə bir ailədə böyüməlidir və birdən bir uşaq bundan qarşılaşanda düzü mən nə qədər elə bir adam görməmişəm, buna normal münasibət bəsləsin. Çünki bir evdə belə bacı-qardaş arasında rəqabət hissi olur. Bəli. Və adətən kişilərdə belə bir xarakter var. Hansı qadını çox istəyirlərsə, onun uşağını çox istəməyə meyilli olurlar. Bunu tarixi kinolara və s. də baxanda görə bilərsiniz ki, padşahların, hökmdarların sevdiyi qadından olan övladları onun üçün daha qiymətli olur. Və təbii ki, elə uşaqlar görəndə ki, başqa ananın uşağı daha qiymətlidir, hər hansı ikisindən biri, o uşaqların artıq gələcəyində çoxlu təbii ki, psixoloji sarsıntılar, pozuntular və s. olacaq.